Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil ələmin. Və sallallahu alə Muhammedin və alihi teyyibin tahirin. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu əziz qardaşlar. Balaca vəhhabilərdən biri bizə rəddiyə verməyə çalışıb. Səs yazısını qulaq asdıracağım sizlər üçün əziz qardaşlar. Deməli biz hansı ki bir video paylaşmışdıq ki, Osman İbn Əffanı sevən, onun ardınca gedənlər Dəccəlı sevən kimidir, Dəccələ tabe olmuş kimidir və bu rəvayəti səhih sənədlə Əl-Fəsəvinin tarix kitabından gətirmişdik. Bunu şeyxi bizə cavab verməyə çalışdı. Şeyxinin cavabına cavab verdik və cəhalətini isbat elədik. Şeyxi getdi. İndi bu adam özü əllərini, qollarını çırmalayıb gəlib bizim üstümüzə. Diqqət edin, bu cahilin səsinə qulaq asın. Bunu mən biabr eləyəcəm burada, daha bir də video çəkməz. Abr varsa əgər. Bu siqadır. Bunda problem yoxdur. Lakin Muhammed ibn Əsraf haqqında alimlər gətirdiyi qabilələrə, rəvayətin oyuna, İbn Numeyr, Abdullah ibn Numeyr. Bu siqadır. Bunda problem yoxdur. Lakin Muhammed ibn Əsraf haqqında alimlər ixtilaf edir. Götür haqqında. Çoxları onu zəif və ya məchul sayır. Yəni alimlərin əksəriyyəti belə deyirsə, sən onu bizə siqadır deyir. Nə bilim, düz danışan, haqdır deyir, soruya bilməzsən. Orada Alimlərin əksəriyyəti Muhammed ibn Səlti zəif sayırmış. Bizim xəbərimiz yox. Bax səni mən indi biabr eləyim. Ağlın gəlsin başıma. Sən balacasan, cırtdansansan, səninlə işim yoxdur. Prosta gidişinlə məşğul ol da. Sən bizə niyə ilişirsən ki? Bax bizə ilişməyin sonu necə olur, indi göstərəcəm sənə. Çox yox, 1-2 dəqiqə səni rəzil eləyəcəm. Tələsmə. Muhammed ibn Səlti, alimlərin əksəriyyəti, bu hələ bilmir ha, Muhammed ibn Səlt Buxarinin ravilərindəndir. Əbu Davudun, Nəsainin ravilərindəndir. Alimlərin əksəriyyəti bunu zəif sayırmış. Əksəriyyət. Aç göstər. Aç o əksəriyyət dediyindən bir 6-7 dənəsini göstər. Baxın, Muhammed ibn Səd ibn Həccac. Muhammed ibn Səd ibn Həccac. Məktəbətü Şamilə. Baxın. İndə Zəhəbi. Zəhəbinin yanında siqat. İndə İbn Həcər siqat. Əbu Hatim Ər-Razi. Əbu Hatim Ər-Razi siqat. Mən bir-bir göstərirəm, sən də öyrən. Əbu Zur'a Ər-Razi siqat. Daha sonra İbn Hibban siqat. İbn Həcər siqat. Əz-Zəhəbi onda heç bir problem yoxdur, sah. Daha sonra və üstəlik də Muhammed ibn Abdullah ibn Numeyr. Bu da neyiniyib? Siqa sahib bu adamı. Hanı bu əksəriyyət? Göstər görək bu məsul dediyin adamlardan birinin ikisini. Cahil. Ardına qulaq asaq. alimlərin sözü var. Haqq və batil açıq aydın bəllidir. Muhammed ibn Əsraf haqqında alimlər ixtilaf edir. Çoxları onu zəif və ya məchul sayır. Qurbu barədə. Etibarlı hədis imamlarının da ona ixticacı yoxdur. Necə ehticacı yoxdur? Sənə bütün alimləri açdım göstərdim mən. Bütün alimləri cərh və təhlil alimlərini açdım göstərdim. Buxariyə qədər, Kutub-i Sittənin müəlliflərinə qədər bunu etibarlı sayır. Hədis rəvayət edirlər bu adamdan. Bilmirəm, bu adam ixticac nə deyir? Tədris nədir? Bilirsə, dediyimi anlamışlar. Və sonra Mənsur ibn Əl-Əsvad, bu da tanınmış siqa ravilərdən deyil. Bu adam orada deyir, tanınmış siqadır filan, yox deyil. Mənsur ibn Əl-Əsvad, tanınmış siqa ravilərdən. Mənsur ibn Əl-Əsvəd. Tamam. Tamam. Yenə də bilmir ki, Mənsur ibn Əl-Əsvəd, bu da Kutub-i Sittənin ravilərindən. Ey cahil, ey cahil. Əcəb, əcəb. Baxın, qardaşlar. Deməli, İndə Zəhəbi Saduq. Zəhəbinin adını çəkir burada, utanmaz. Deyir ki, Zəhəbi onu bəs zəif sayıb. Zəhəbi bunu Saduq sayıb, Saduqdur bu adam. İbn Həcər Saduq sayıb. İbn Hibban siqa sayıb, etibarlı sayıb. İbn Şahin siqa sayıb, etibarlı sayıb. Sonra Əbu Hatim Ər-Razi. Onda heç bir eybi yoxdur. Hədisləri yazılmalıdır deyib. Aç sən də belə göstər də bizə. Ən-Nəsai, onda heç bir eybi yoxdur. Leysə bihi bəsə. Onda heç bir eybi yoxdur. Yəhya ibn Ma'in siqat, etibarlı. Daha sonra Əl-Mizzi də bu adamı eyibsiz sayır, problemsiz sayır. Sən necə kəzzab adamsan, necə yalancı adamsan. Sən yalancı demək istəmirəm, çünki sən cırtdansan, balacasan. Hələ ki sənə deyirəm ki, cahilsən. Yalancı demirəm hələ ki. Bir də səs yazında deyirsən ki, Əl-Ə'məş bəs tədlis eləyən adamlardandır. Bax, gəl Əl-Ə'məşi də göstərim sənə. Bax. Deməli, Süleyman ibn Əməş.
Bu adam, bu adam. İbn Həcər Siqat, Hafiz, Arif, Qari, Hafiz, Alləmə, Zəhəbi deyir. Yəni heç əməş tabiunlardan deyil, bunu göstərməyə ehtiyac yoxdur yəni. İbn Həcərlə Zəhəbinin sözü bəs eləyir, kifayət eləyir. Əbu Davud Əs-Sicistani hədis rivayet edir Əbu Davud bundan. Heç bir problem yoxdur bunda. Və yaxud Əbu Zur'a etibarlı görüb adam, imam görüb, Hafiz görüb, Alləmə görüb, Hakim və yaxud Müstədrəki müəllifi. Əl-İcli və yaxud Əl-İcli siqat. Çox etibarlıdır deyib. Yəni belə, sən balacasan, cırtdansan hələ ki, öyrən gələrsən, yaxşı.